Ümumiyyətcə sir tuta bilməmək bu günləri ən böyük problemlərdəndir. Həqiqətən çox mühüm olan bir şeydir. İnsanın sir tuta bilməsi. Sələflər deyirdilər ki, sirri tuta bilməyən insan dinini qoruya bilməz. Sir tuta bilməyən insan dinini qoruya bilməz. Yəni sirri dini qorumaq kimi görürdülər. Yəni bir insan sirri qoruya bilirsə, dini də qoruya bilir. Sirri qoruya bilməyən insan dinini də qoruya bilməyəcək. Gör məsələni harda dəyərləndiriblər. Bugün musibədir vallahi, musibə. Sən, qardaşın bir sözü var, deyir, sən indi tərsinədir deyir. İndi deyir bir müsəlmana deyirsən ki, qardaş bu sənə əmanətdir. Deyir, elə bir xahiş edirsən ki, Allah üçün çıxanda hamıya danış. Yəni tam tərsidir. Yəni bir gün qardaşlarla yaşanan hadisədir. Bir qardaşın bir məclisi var. Qardaş dedi ki, bu məclis bir müddətlik əmanət qalsın. Bir müddətlik əmanət qalsın. Qardaş deyir ki, vallahi evə çatdım. O məclisdə olmayan bir müsəlman məni yığdı, təbrik elədi. Deyir, mən də ehtimal edirəm. İndi hər kəs oturduğu adamları tanıyır, kimdən çıxma ehtimalı var. Deyir, zəng vurmuşam ona ki, qardaş, bəs dedi yaxı bu məclis məsələ əmanətdir. Yəni təsəvvür edir, o qədər əminəm ki, o danışıb. Sual belə vermədim ki, sən danışmısan. Deyir, mənə dedi ki, cavaba bax. Deyir, onsuz da insanlar eşidəcəkdilər də. Təsəvvür elə, bunun danışmaqdakı gətirdiyi səbəbə, onsuz da deyir, insanlar eşidəcəkdilər. Bu, həqiqətən böyük bir problemdir, böyük bir məsələdir. Sən xəyanət edirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məclislər əmanətdir. Təsəvvür elə ki, məclis əmanəti nə deməkdir? Mən burada bir şeylər görürəm, bir şeylər eşidirəm. Mənim üçün burada gördüklərim və eşitdiklərim əmanətdir. Mən gedib burada olan pis şeyləri və yaxud da müsəlmanların danışdığı şeyləri başqa bir yerdə danışanda, orada olan müsəlmanlara xəyanət edirəm. İndi bu xəyanətdirsə, qardaşımla söhbət edirəm. Mənə deyir ki, Allah üçün bu məsələ əmanətdir. Bu məsələ, heç onun əmanət deməsinə ehtiyac olmadan məsələ mənim üçün əmanət olmalıdır. Yəni, sənlə söhbət elədim, sən mənə əmanət demədən də o məsələ mənim üçün əmanətdir. Müsəlmanlar bir-birlərinə belə güvənməlidirlər. Mənim Zaura əmanətdir deməyimə ehtiyac olmamalıdır. Mənim Fuada əmanətdir deməyimə ehtiyac olmamalıdır. Zaur müsəlmandır, Fuad müsəlmandır, bilir ki, danışılan şey əmanətdir. Üstə gəl, adam təvqid edir. Deyir ki, qardaş, bax, əmanətdir. Qəlb rahat deyil axı. Evə gedir, bir də mesaj yazır. Qardaş, o danışdığımız var, deyir. O əmanətdir ya, deyir. Təsəvvür 4 əmanət, 5 əmanət xeyir eləmir bəzən müsəlmanlara. Allahın rəhmətlikləri istisna. Hətta Fudayl deyir ki, əmanəti deyir, zayi edən insan şərəfini zayi etmiş kimidir, deyir. Təsəvvür elə, onların yanında məsələ necə idi? Deyir, görsən ki, adam əmanətləri zayi edir, deyir, bil ki, deyir, o şərəfini deyir, zayi edən insan kimidir. Yəni, nəyin yanında qeyd ediblər? Sirri qorumağı dinin yanında, əmanəti zayi etməyi, şərəfi zayi etməyin yanında. Ona görə əmanəti qorumaq mühümdür. Hətta ismini unutdum, sələflərdən birisi deyir ki, əllə vurulan zərər, dillə vurulan zərərdən daha xəfifdir, deyir. Yəni, əllə vurulan zərər nədir? Səni vuraram, sənə əlimlə xəyanət edərəm, malva oğrayaram və s. Amma dillə sənə əmanət edilən, qulağınla eşitmiş olduğun şeylər, bunlar deyir, cəmiyyətlərin həlak olmasının səbəblərindəndir. Daha şədiddir, yəni, daha böyükdür, yəni. Ona görə insan bilməlidir ki, sirri qorumaq həqiqətən də mühüm olan işlərdəndir. Sirri qorumamaq, tam tərsi nə qədər insanın həyatında, yəni sən bəzən sənin üçün xəfif olan şey bir insanın həyatının zərərə uğramasına səbəb ola bilər. Sənin üçün adi bir şeydir, adam gəlib sənlə dərdləşib, düzdür? Sən onun sirrini başqa yerdə danışırsan, o onun sirrini başqa yerdə danışır. Hər bir dostun da başqa bir dostu var, düzdür? Mən sənə etibar edirəm, mən Turalla danışıram və mən arxain olmalıyam ki, Tural bunu başqasına danışmayacaq. Tural da belə düşünür, mən Fuada danışacam. Fuad onsuz da heç kimə danışan deyil. Sən Fuad danışsa da, danışmasa da xainsən. Bunu eləyən adam danışsa da, danışmasa da xainlik eləyib qardaşına qarşı. İndi Fuadın da başqa bir dostu var axı. Fuad da deyir ki, Ömər əmin adamdır. Fuadın da gecə dərdləşdiyi bir dostu var, söhbətləşdiyi, dərdini danışdığı. Ömərlə danışır. Ömər də əlhamdə məsələni alır. Ömər deyir ki, əlhamdə əmanətdir, amma Muaz etibarlı adamdır. Mən Muazla danışacağam bu məsələni. Muaza danışır, düzdür? Daha bədbəxtlər var vallahi. Elə bilir ki, evdə zövciyə danışanda müsəlmanlara xainlik eləmiş olmursan. Əlhamdülillah, gedir adam evə. Nə görüb müsəlmanların içində? Bir dənə əmanət saxlamır vallahi, bir dənə. Yəni bir dənə deyək ki, bunu istisna eləyim. Elə bir ki, əzbər nəsə danışır.
Hardan bilirik? Vallahi qulaqlarımız eşidir. Qardaş şahiddir. O qardaş şahiddir. Nələr eşitmirsən? Nələr? Müsəlman kişilərin arasında olan bir çox söhbətlər Allahın rəhm etdiyi evlər istisna evlərin içərisindədir. Müsəlman kişi, ağır başlı olan bir adam, müsəlman kişilərin arasında olan əmanətləri gedib ev əhlinə danışa bilər. Qardaşın biri danışır rayonların birində, deyir ki, biz qardaşlarla öz aramızda danışdıq və xüsusən qeyd elədik ki, qadınlar bu məsələni bilməsin. Kişilər arasında olan bir məsələdir. Allah şahiddir, evə gedəndə məclisdə olanlardan birinin zövcəsi yığıb deyir, mənim zövcəmi təbrik elədi, deyir. Məclisdə olanlardan birinin zövcəsi yığır qardaşı zövcəsini təbrik edir ki, əlhamdülillah, yəni sənin ərin filan əməlin sahibidir və evlənib və ya hər nəysə və yaxud da başqa bir şey, yəni təsəvvür edirsən musibəni, yəni böyük bir şeydir, yəni insan fərqində deyil. Dərsdə necə dedik? İnsanın bilmədiyi günahlar var, o bilmirsən. Elə bilirsən ki, nə var ki burada? Əlhamdülillah, zövcəm deyir, mənim qardaş, mənə dəhşət. Yəni, bizdə deyir, yəni mən zövcəyə dedim, öldü, qəbrə qədər getdi. Qardaş, səndə qəbrə qədər getməyib, zövcəndə necə gedəcək? Sənə buradan demişəm, qəbrə çatmamısan sən. Sən elə evdədir söhbət. Sənin bu halda olduğun halda zövcədən qəbrə qədər gedəcək bu söhbət. Vallahi getməyəcək axı. Getsə belə xainsən. Vələv ki getdi, əhsən. Vələv ki getdi, zövcən qorudu o sirri. Sən xainsən, sən Allah qatında o xainlik var. Mələklər yazdı səni xain olaraq. Ondan qurtulmadın. İstəyirsən danışdığın hamı əmanət əhli olsun. Mücərrət olaraq bir müsəlmanın əmanətini başqa birisinə çatdırmaq kifayət edir ki, sən xainsən. İndi təsəvvür elə ki, Allah xainləri sevir, yoxsa yox. Ayə var, Allah xainləri sevməz, deyir Allah Azza və Cəllə. Təsəvvür elə, sən o balaca dilinə sahib ola bilmədiyindən dolayı Allahın sevgisindən məhrum edilə bilərsən. Qiyamət günü Allah insanları çağıracaq axı. Sən təsəvvür elə, xainlər zümrəsi ilə bərabər gəlirsən. Bəsit gördüyün şey, o yığılır. Allah qatında sən xainlərdən olsan, qiyamət günü təsəvvür elə ki, sən xainlər zümrəsi ilə, xainlər firqəsi ilə bərabər Allahın önünə gəlirsən. Ona görə mühümdür ki, insan dilini qorusun. Və xüsusən bu sənin məsələn deyil. Sənin üçün xəfif görsənə bilər. Nə var ki burada? Qardaş danışıb da, düzdür? Nə var ki burada? Filankəs əmanətlidir. Nə bilim, nə var ki burada? Ehtiyac yoxdur. Sənin üçün xırda olan şeylər kiminsə həyatı üçün çox mühüm olan işlər ola bilər. Müsəlman üçün necə olmalıdır? Danışıldı, görüldü, bitdi. Və yaxud da başqa bir misal. Mən gəlir deyir ki, adam, amma mən örnək verirəm. Mən məsələn Zauru Mədinədə gördüm. Qardaş, bəlkə Zaur gizlin gedib Mədinəyə. Bəlkə Zaur heç kim istəmirdi onun Mədinədə olduğunu bilsin, düzdür? Sən müsəlman, nəyə görə insanın gördüyü də onun üçün əmanətdir. Zauru əlhamdülillah Mədinədə görmüsən, qucaqlamısan, ehtiyac yoxdur Zaur sənə desin ki, axı Bakıya gedəndə mən burada olduğumu bildirmə. Sənin üçün əmanətdir gördüyün şeylər. Tək mənim sənə əmanət olaraq verdiyim şeylər yox. Sən gedirsən bir bəldəyə, düzdür? Filankəs orada, filankəsi filan restoranda gördüm. Qardaş, bəlkə o adam istəmir onun o restoranda olduğunu insanlar bilsinlər. Təsəvvür elə, bəsit gördüyümüz şeylər əslində şəriətə döndüyü zaman, biz şəriətə təslim olan insanlarıq, şəriətə döndüyü zaman necə insan üçün bir vəbal olaraq geri qayıda bilir. Gördüyümüz, eşitdiyimiz hər şey bizim üçün əmanətdir. Mən Zauru Mədinədə görmüşəm, Öməri ümrədə təvaf eləyəndə görmüşəm, əlhamdülillah bitdi. Mən Bakıya gəldiyim zaman ehtiyac yoxdur, mən deyim ki, əlhamdülillah Zauru da orada gördüm. Yaxşı niyyətlə danışır. İnsanlara demək istəyir ki, Zaur da ümrədə idi. Ehtiyac var buna? Ehtiyac yoxdur. Zaurun əmanətidir bu. Zaur bəlkə istəmir. Zaur bəlkə ailəsindən xəbərsiz gəlib. Zaur bəlkə əməlini gizlətmək istəyir. Düzdür? Sən amma nə edirsən? Müsəlmanın əmanətini olduğun hər yerdə danışırsan və bu da nədir? Xəyanətdir. İnsanın tək eşitdikləri yox, gördüklərini də danışmaq. Əgər sənin danışmış olduğun şeyə görə Zaur ömrəyə gəlməyini gizlədib və səbəbi var və ona görə Zaura bir zərər gəlsə, Zaurun başına gələn hər zərərdən sən sorumlusan. Təsəvvür elə. Zaurun gizlətmə səbəbi nə idisə, ona ondan dolayı gələn hər zərərin vəbalı sənin üzərindədir. Təsəvvür elə, bir kəlmə insanı haralara apara bilir. Ona görə İbn Məsud radiyallahu anhu deyir ki, vallahi deyir, yer üzərində həbs edilməyə dildən daha layiq heç bir şey bilmirəm mən deyir. Yer üzərində dildən daha çox həbs edilməyə ikinci layiq deyir, mən bir şey bilmirəm. Onlar ona görə dilin necə böyük bir bəla gətirdiyini bilirdilər. Və dil belə olduğuna görə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Kim dilini və övrətini qoruyarsa mən ona cənnəti qarantı edirəm. Dilini və övrətini. İkisini də qorumaq çətindir, düzdür? Dil, alimlər deyirlər ki, övrətdən öncə zikr edilir. Niyə görə? Çünki dili qorumaq daha çətindir.
Təsəvvür elə, elm əhlindən bunu deyənlər olub. Dili qorumaq daha çətin olduğuna görə. Ona görə insan gələnə etsin, dilini qorusun və bilsin ki, dilin ona gətirilmiş olduğu bəla necə böyükdür. Necə sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmə nə dedi? Ey Allahın Rəsulu, məgər biz dilimizlə danışdığımız şeylərə görə hesaba çəkiləcəyik? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, anan səni itirsin. Məgər insanları üzü üstə cəhənnəmə aparan şey onların dilləri ilə qazandıqlarından başqa bir şeydir? İnsanları üzü üstə cəhənnəmə aparan şey onların dilləri ilə qazandıqlarından başqa bir şeydir. Yəni deməli dil elə bir müsibətdir ki, elə bir bəladır ki, insan onu qorumasa, onu həbs etməsə, qiyamət gün gələcək ki, o dəftər, əməl dəftərləri nələr yazılıb orada. Görmüsən, danışmısan, eşitmisən, danışmısan, danışdığına görə hansısa müsəlmana başına bir zərər gəlib, heç birinin fərqində deyilsən, amma hamısının hesabı var. Bir müsəlmana etmiş olduğun bu xəyanətin hesabını verə bilmirsən. Təsəvvür elə ki, nə qədər insanların əmanətlərini paylamısan sən. Zaur haqqında danışmısan, Ramin haqqında danışmısan, Muaz haqqında, Ömər haqqında, hamı haqqında sən dosyan var axı, düzdür, yığılıb. İndi gəl bunların hesabını ver, subhanallah. Tək bunu hesaba qatsaq biz öz həyatımızda, görəcəyik ki, bu hesabın altından çıxa bilmirik. Eşitdiklərimiz, gördüklərimiz, danışdıqlarımız və s. Ona görə mütləqdir ki, insan neynəsin? Dilini tutsun. Qəflətə düşdü, Allaha tövbə eləsin və haqq sahibindən halallıq alsın. Qardaş, mən səni ümrədə gördüm, gələndə Bakıya sevincimdən dedim, haqqını mənə halal elə. O ola bilsin, o da fərqində deyil. O desin ki, bunda nə var ki, qardaş, problemi? Yox, bunda böyük şey var. Mən bugün elm əhli deyir ki, kiçik şeylər böyük şeylərin müqəddiməsidir. Yəni, mən o böyük şey var, böyük, müsəlmanlara xəyanət, müsəlmanlara zərər vurmaq, mən ora gedən yoldayam. Amma necə? Kiçik şeylərlə, şeytan mənə balaca göstərərək, mən o böyük xəyanətə gedən yolun içərisindəyəm. Ona görə müsəlmana düşən şey budur ki, müsəlmanlar haqqında dilini, gözünü, qulağını qorusun və ona aid olmayan şeylər haqqında da danışmasın. Mənə nə adiyyəti var ki, Zaur hardadır? Mənə nə adiyyəti var ki, Ramin ümrədən iyniyir? Mənə nə adiyyəti var? Elhamdülillah, mənə düşən şey nədir? Qardaşımı gördüm, sevindim, qucaqladım, bitdi. Üzümü çevirdiyim an, Raminlə mənim aramda heç bir şey qalmamalıdır. Üzümü çevirdiyim an, Raminlə mənim ilişkim bitməlidir. Amma insan neynir? Görür, eşidir, dönən kimi danışır. Düzdür, dönən kimi. Hələ 10 saniyə keçməyib aradan. Dönən kimi danışır, Bakıya qayıdır, danışır, oturur kafedə danışır, gedir evdə danışır, o qadın ona danışır və beləcə nə olur? Müsəlmanın əmanətinə xainlik edilir. Bu da çox təhlükəli haldır. Buyuraq. Buyur.